Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü videomuzda sizə birinci hissə Riyaziyyat 2025-ci il test toplusunun kvadrat tənliklər və onların araşdırılması mövzusunun 28-ci sualını izah edərik. Yəni, bir məchullu tənliklər və məsələlər bölməsindən kvadrat tənliklərin həllinin araşdırılmasında 28-ci sual. Sualımız belədir. 3x üstü m kvadratı minus 9m plus 20 minus bx plus 36 bölünsün m minus 3 bərabərdir 0. Bu kvadrat tənliyinin x1 və x2 kökləri üçün kökləri bərabər və ya kökləri cəmi 0 olarsa, m plus b cəminin alabiləcəyi müsbət qiymətlərin cəmini tapın. Yəni, burada kvadrat tənlik verilib bizə. Bu kvadrat tənliyin kökləri haqqında verilən məlumatlar bunlardır. Ya kökləri bərabər olsun, ya da kökləri cəmi 0 olsun. Bu halda B və M-in cəminin alabiləcəyi müsbət qiymətlərin cəmini istəyir bizdən. Əvvəla biz riyaziyyatdan əgər bir məsələ üzərində, bir ifadə üzərində düşünürüksə, həmin ifadənin mənalı olması lazımdır. Yəni, mənasız edən qiymətləri çıxmalıyıq. Burada bu ifadəni mənasız edən qiymət m-3-ün 0 olduğu qiymətdir ki, biz də onu qeyd edək. m-3 fərqli olmalıdır 0-dan. Buradan da alırıq ki, m bərabərdir 3 ola bilməz. Ondan sonra bizə deyilib kvadrat tənlik. Kvadrat tənlik m kvadratı minus 9m plus 20 bərabərdir 2 olduğu halda bu tənlik kvadrat tənlik olacaq. Ona görə də biz m kvadratı minus 9m plus 20 bərabərdir 2 tənliyini əvvəlcə həll edib m üçün qiymətlər müəyyənləşdirək. Buradan olacaq m kvadratı minus 9m plus 18 bərabərdir 0. M kvadratı minus 9m plus 18 bərabərdir 0 kvadrat tənliyinin həllindən m-in mümkün qiymətlərini müəyyənləşdirərik. Burada Viet teoremini nəzərə alsaq, kökləri cəmi 9, kökləri hasili 18 olmalıdır. Yəni, cəmi müsbət 9, hasili müsbət 18 eləyən ədədlər 3 və 6. Onda m1 bərabərdir 3 və m2 bərabərdir 6 kökləri alırıq. M kvadratı minus 9m plus 18 bərabərdir 0 kvadrat tənliyi üçün. Biz məsələnin həllinə başlayanda m-in 3 ola bilməyəcəyini aydınlaşdırdıq. Ona görə də bu bizdə olmayacaq. M bərabərdir 6 halında ancaq biz bu məsələyə baxarıq. M-in yerində 6 yazandan sonra bizim tənliyimiz bu vəziyyətə düşür. 3 vur x kvadratı minus b vur x üstə gəl 36 bölünsün 6 minus 3 bərabərdir 0. Kvadrat tənliyimiz belə oldu. 3x kvadratı minus bx plus 12 bərabərdir 0. Köklər üçün şərtlərimiz belədir. Kökləri bərabər və ya kökləri cəmi 0 olsun. Kökləri bərabər olan hal üçün D bərabərdir 0 olacaq. Bu bizim birinci halımız. Kökləri cəmi 0 olan hal üçün isə P, mənfi P, yəni mənfi B bölünsün 3. Biz təbii ki, burada x-in əmsalına b dediyimizə görə, burada bizim mənfi b-nin əksi b olacaq. B bölünsün 3 bərabərdir 0 olmalıdır. Yəni, ikinci halımız üçün b bərabərdir 0 olması lazımdır. Birinci halda aydınlaşdıraq. D bərabərdir 0, yəni mənfi b-nin kvadratı minus 4 vurulsun 3 vurulsun 12, yəni 4ac bərabərdir 0 olsun. B kvadratı bərabərdir 144. Burada B bərabərdir plus minus 12 qiyməti alınır. İkinci halımız üçün B bərabərdir 0 halı var və buradan bizdən istəyir ki, M plus B cəminin ala biləcəyi müsbət qiymətlərin cəmini tapın. Bu halda M bərabərdir 6, B bərabərdir müsbət 12 cəmi var.
M plus B üçün alacağımız qiymətlər. Birinci müsbət qiymət 6 plus 12, 18. İkinci 6 plus 0, 6. Üçüncü də 6 plus mənfi 12 cəmidir ki, o da mənfi 6 eləyir. Biz də bu cavabı seçməliyik. Çünki bizdən M plus B cəminin ala biləcək müsbət qiymətlərin cəmini istəyir. Müsbət qiymətlər də 6 və 18 olduğuna görə M plus B-nin ala biləcəyi qiymətlərin cəmi, biz bunları toplayırıq, bərabərdir 24 olur bizim sualımızın cavabı. Yəni B variantı.